quruluşunun əsasını feillər təşkil edir. Yəni hərəkət bildirən sözlər. Hərəkət bildirən sözlər şəxslərə görə dəyişir. Biz feilin sonunda gələn en hissəciyini götürüb yerinə mən şəxsində sən şəxsində s, o şəxsində t, çoxluq bildirən ifadələrdə n, İya şəxsində də t olmaqla sonluqlar əlavə edirik. Biz bu videoda 20-30 arasında A1 mərhələsinə uyğun feillərə baxacağıq və onlar şəxsə görə necə dəyişir. Gəlin başlayaq. Və onu da qeyd edim ki, mən oxuduqdan sonra siz də videonu hər dəfə saxlayın və siz də üzündən oxuyun ki, praktika yaxşı olsun. Başlayaq. Leben yaşamaq, ich lebe, du lebst, es lebt, wir leben, ihr lebt, sie leben. Arbeiten, ich arbeite, du arbeitest, es arbeitet, wir arbeiten, ihr arbeitet, sie arbeiten. Burada gördüyünüz kimi do-la es şəxslərini qaraltmışam. Niyə görə? Çünki bunlar standart dəyişməyə əsasında biraz daha fərqlidir. Biz demişik ki, sözün sonunda eni silirik. Du şəxsində s-tı, es-də də sadəcə t gəlir. Amma burada sözün özünün də içində sonlara yaxın t olduğu üçün biz burada hərfini silmirik, saxlayırıq. Çünki silməsək, eyni samitlər yanaşı gələcək və də oxunuşda yaxşı olmayacaq. Ona görə də hərfini saxlayırıq. Bəzi feillər belədir. Biz bunları əzbərə baxıb bilirik. Sonraki müddətlərdə də artıq daha yaxşı anlayırıq ki, məsələn, hansı feilin dəyişimi necədir. Ona görə də hər bir feili öyrəndikdən sonra bir də onun şəxsə görə necə dəyişdiyinə baxmaq lazımdır. Hören, eşitmək, dinləmək, qulaq asmaq. Ich höre, du hörst, es hört, wir hören, ihr hört, sie hören. Tanzen, rəqs etmək. Ich tanze, du tanzt, es tanzt, wir tanzen, ihr tanzt, sie tanzen. Burada da du, es şəxslərində də sonluqdan hər ikisində də burada məsələn n-ni silmişik olduğu qayda ilə. Amma du şəxsində burada s-tı əlavə etməmişik. Çünki z səsi ilə s səsi biraz daha oxşar səslər olduğu üçün bir doğru s hərfini əlavə etmirik. Denken an, nəysə düşünmək, fikirləşmək anlamını verir. Ich denke an, du denkst an, es denkt an, wir denken an, ihr denkt an, sie denken an. Sprechen, danışmaq. Ich spreche, du sprichst, es spricht, wir sprechen, ihr sprecht, sie sprechen. Du, es şəxsləri kökündən dəyişərək hərfi i-yə keçir. Wohnen, yaşamaq. Ich wohne, du wohnst, es wohnt, wir wohnen, ihr wohnt, sie wohnen. Wohnen və leben bayaqları ən birinci oxuduğumuz feil. Bunların fərqi nədir? Leben daha çox ölkədə yaşamaq anlamını verir. Məsələn, mən Bakıda yaşayıram. Yox, Azərbaycanda yaşayıram demək istəyir də Lebenla verir. Amma hal-hazırda konkret yaşadığımız ünvandan danışırıqsa, şəhər olaraq, konum olaraq, onda wohnen feilini istifadə edə bilirik. Glauben, inanmaq. Ich glaube, du glaubst, es glaubt, wir glauben, ihr glaubt, sie glauben. Haben, var olmaq, sahib olmaq. Yəni bir şeyin bizdə varlığı var. Biz bir şeyə sahibik. Bu biraz daha kökündən dəyişir. Ich habe, du hast, es hat, wir haben, ihr habt, sie haben. Sein feili də kökündən dəyişir, olmaq deməkdir. Biz bu feili daha çox nə zaman istifadə edirik? Əgər bizim cümləmizdə əsas hərəkət bildirən ifadə yoxdursa, sein feilindən istifadə edirik. Məsələn, gəlmək, getmək, yemək, içmək, bu tipli söz olmayanda biz sein feilini istifadə edirik. Ich bin, du bist, es ist, wir sind, ihr seid, sie sind. Davam edək.
Siz də bütün feilləri həm əvvəlcə üzündən oxuyun düzgün formada, sonra mənalarını öyrənin. Sonra yenidən şəxslərə görə şəxsləndirin, mənaları ilə deyin və üzündən çoxlu, yüksək səslə oxuyun ki, həm qulağınız, həm də ağzınız öyrəşsin. Gehen, getmək. Ich gehe, du gehst, es geht, wir gehen, ihr geht, sie gehen. Kommen, gəlmək. Ich komme, du kommst, es kommt, wir kommen, ihr kommt, sie kommen. Lesen, oxumaq, yəni üzündən qəzet, kitab, hər hansı bir tekst oxumaq bu anlamı verir. Ich lese, du liest, es liest, wir lesen, ihr lest, sie lesen. Lesen fiili də sən və o şəxslərində kökündən dəyişir. Spielen oynamaq deməkdir. Həm də hər hansı bir musiqi alətlərində ifadə etmək mənasını verir. Ich spiele, du spielst, es spielt, wir spielen, ihr spielt, sie spielen. Studieren təhsil almaq deməkdir. Ich studiere, du studierst, es studiert, wir studieren, ihr studiert, sie studieren. Bura qədər olan sözlərdəki oxu qaydalarına da bir nəzər yetirək, yəni təkrar etmiş olacağıq. Ümumiyyətlə, bütün feillərin sonu n-lə bitir, yəni bu məsdər şəkilçisinin göstəricisidir və biz bu n hissəcini n olaraq oxuyuruq. Sonra burada r hərfi ilə bağlı qaydamızı deyək. R hərfi çox yerdə h kimi oxunur. Yalnız sözün sonunda r ya da r a kimi oxunur. E-i birləşməsi ay səsini verir. Buradakı qaydanı dedik. Z hərfi ç kimi oxunur. Burada bir qaydamız yoxdur. Baxaq digər sözümüz hansıdır? Sprechen-da, deməli, sözün əvvəlində s, p ya da s-t birləşməsi varsa, s-nı biz ş kimi oxuyuruq. C-h birləşməsi özündən əvvəl incə səs gələndə daha yumşaq oxuyuruq. Özündən əvvəl qalın səs gələndə isə x-la oxuyuruq. Bəzi sözlərdə isə ş səsini də verə bilir. Sonra söz ortasında h hərfi oxunmur. W hərfi v səsini verir. G hərfi həm q, həm də g kimi oxunur. Sözə görə dəyişir. Konkret bir qaydası yoxdur. Habında, məsələn, bax, h ilə başlayır. Burada oxuyuram. Çünki əvvəldə gəlir. Amma sonda gələndə isə yenə də oxuyuruq. Söz ortalarında olanda isə h-nı oxumuruq. E-i hərfi ay səsini verir. S-dan sonra ya da əvvəl sait varsa s, z kimi oxunacaq. Ancaq söz sonunda gələn s hərfi olduğu kimi oxunur. Söz ortasında h oxunmurdu, qeyd etdik. Məsələn, o hərfi a-ya filan keçmir, o elə o kimi qalır. İki eyni samitdən birini oxuyuruq, digəri uzanır. S-dan əvvəl də sonra da sait gəlib, ona görə z kimi oxuyuruq. İ-e birləşməsi uzun i səsini verir. S-p-da əvvəldə gəldiyi üçün s-nı ş kimi oxuyuruq. S-tı da görürsünüz, yenə sözün əvvəlində gəlib s-nı ş kimi oxuyuruq. İ-e birləşməsi uzun i səsini verir. R hərfi də ğ kimi oxunur. İndi davam edək digər feillərimizə baxaq. Heißen adlanmaq anlamını verir. Fonetik qaydaları da elə bir-bir deyim, sonra qarışır bir-birinə. Bu b-ya oxşayan hərfin adı nə idi? Kommentlərə yazın. Bu iki s səsini verir. E-i birləşməsi ay kimi oxunur. Ich heiße, du heißt, yazı es heißt, wir heißen, ihr heißt, sie heißen. Burada da du və yazı es şəxsləri eyni dəyişib. Çünki sözün özünün kökündə burada s səsi verən bir hərfimiz var. Sən sözündə təzədən mən bura s hərfini yaza bilmərəm. Olduqca arxa-arxaya s səsi gəlmiş olacaq. Lieben sevmək deməkdir. İ-e birləşməsi uzun i kimi oxunur. Ich liebe, du liebst, yazı es liebt, wir lieben, ihr liebt, sie lieben. Geben vermək deməkdir.
G ilə oxuyuruq burada G hərfini. Ich gebe, du gibst, er es gibt, wir geben, ihr gebt, sie geben. Geben da kökündən dəyişənlərdəndir. Du və er da gibt olur. Machen etmək, hər hansısa bir şey etmək anlamını verir. Olmayan bir şey sıfırdan hazırlamaq kimi də istifadə olunur. Məsələn, qəhvə etmək, idman etmək, bu kimi. Ich mache, du machst, er es macht, wir machen, ihr macht, sie machen. C-hı birləşməsindən əvvəl də qalın saat gəldiyinə görə C-hını biz X kimi oxuyuruq. Sammeln toplamaq deməkdir, kolleksiya toplamaq, yəni hər hansı bir şeyi toplamaq anlamını verir. S-dan sonra saat gəldiyi üçün Z kimi oxunur. İki eyni samitdən də bir oxunur, digəri uzanır. Ich sammle, du sammelst, er es sammelt, wir sammeln, ihr sammelt, sie sammeln. Digər feillərimizə baxırıq. Görək burada hansı feillər var. Singen mahnı oxumaq deməkdir. S-dan sonra saat gəlir Z-ya keçir. G hərfini burada Q kimi oxuyuruq. E də axırda I kimi oxunur. Ich singe, du singst, er es singt, wir singen, ihr singt, sie singen. Schreiben yazmaq deməkdir. S-C-H birləşməsi Ş səsini verir. R hərfini X kimi oxuyuruq. E-I birləşməsi A kimi oxunur. B hərfi olduğu kimi qalır. Axırda da E var. Bunu da I-ya keçirdirik. Ich schreibe, du schreibst, er es schreibt, wir schreiben, ihr schreibt, sie schreiben. Zeichen. Burada çəkmək anlamını verir. Eskiz çəkmək, qələmlə cızma, qara etmək anlamında. Ich zeichne, du zeichnest, er es zeichnet, wir zeichnen, ihr zeichnet, sie zeichnen. Burada da gördüyünüz kimi sözün sonunda eni silməliydik, amma sən şəxsində və o şəxslərində eni saxlanışıq. Çünki söz sonunda 3 samit yanaşı gəlib oxunmaqda rahatlıq olsun deyə E hərfini saxlayırıq. Malen fırça ilə, qələmlə, yəni rəngli qələmlərlə, sulu boya ilə çəkilmiş rəsmlərə deyilir. Yəni rəsm çəkmək prosesinə deyilir. Malen, ich male, du malst, er es malt, wir malen, ihr malt, sie malen. Birinci videomuzun sonuna gəldik. Burada 24 dənə A1 mərhələsinə uyğun feillərlə tanış olduq. Gələn dərsdə isə digər feillərlə baxacağıq. Sağ olun, özünüzə yaxşı baxın. Tschüss, auf Wiedersehen.